Bugünkü mövzumuz aldanılmaqdır. Yəqin ki, ömründə bir neçə dəfə də olsa səni aldadıblar. Amma dəfələrlə başqaları tərəfindən aldanılırsansa, artıq burada bir psixoloji problemdən söhbət gedir. Gəlin baxaq görək kimləri daha çox aldatmaq olur, uşaqları ya böyükləri. Təbii ki, diqqət, qayğı, sevgi ehtiyacı olduğu üçün uşaqları aldatmaq daha rahatdır. Amma təəssüflər olsun, narsistlər, psixopatlar, digər insanlar tərəfindən aldanılan böyüklərin də sayı az deyil. Onların diqqət, qayğı, sevgi ehtiyacından istifadə edərək dələduzlar öz toruna sala bilir. Daha çox aslı şəxsiyyət tiplərini, yox deməyi bacarmayan, utancaq şəxsiyyət tiplərini aldatmaq rahatdır. Burada nə etmək lazımdır? İstənilən münasibətdə, fərqi yoxdur, ailə, dost, sevgi münasibətində baxmalıdır ki, mənim hansı xüsusiyyətimdən sui-istifadə edib məni aldadırlar. Mənim hansı ehtiyaclarım var ki, o ehtiyaclarımı rahatlıqla görə bilirlər və buna görə də məndən istədiklərini alıb rahatlıqla məni aldada bilirlər. Bunun üçün yetkin rolunda olmaq lazımdır və insan öz sərhədlərini tanımalıdır, bilməlidir. Çünki öz sərhədlərini tanımayan insan başqalarına onu göstərə bilməyəcək. Nəticədə də başqaları onun sərhədlərini tapdalayıb keçəcək. Tək başına problemlərin öhdəsindən gəlmək çətindirsə, o zaman da psixoterapiyaya keçməyinizi tövsiyə edirəm.